Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Balaxanı qəsəbəsində qovurma restoranının yaxınlığında 105 nömrəli marşrut yoluna çox yaxın məsafədə şəxsi tikili, yaşayışlı və evin bəzi əşyaları ilə birlikdə 3 otaqlı həyət evimiz satışa çıxıb. Videomuzu sona qədər izləyin. Bütün məlumatları videonun daxilində qeyd olunur. Və zəhmət olmasa kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın. Ünvanı az öncə qeyd etdim, bir daha qeyd edirəm. Balaxanı qəsəbəsidir. Qovurma restoranına yaxındır. 3 sot torpaq sahəsidir. Evin həyətində də sanitar qovşağı var. Evin daxilində də sanitar qovşağı var. Satış zamanı əşyaların hamısı yox, bəziləri evin daxilində qalacaq. Mərkəzi kanalizasiya sistemi var. Qazı, su işığı, kommunallarının da hamısı var. Evimiz dəhliz sistemlidir. Dəhlizdən otaqlarına bölünür. Sağda yerləşir evin mətbəx hissəsi. Solda isə yerləşir evin qonaq otağı. Evin dörd bir tərəfi qoşa daşla tikilib. İstilik sistemi də kombidir. Evin qiyməti isə 75.000 manatla satışa çıxıb. Real alıcılarımız da olsa qiymətdə indirim olunacaq evin sahibi tərəfindən. Əlavə də nə suallarınız olsa buyurub zəng edərək məlumat ala bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər sizinlə satışda olan hər hansı bir mülkünüz varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.